Salam, gəlin bir dənə 3-cü qrupun təhlilinə baxaq. 3-cü qrupda çox vəziyyət ağırdır, həqiqətən də inanılmaz dərəcədə. Yəni plan yerlərində ümumi elə də bir dəyişiklik hiss olunmuyor. Yəni keçərli hadisə 80-70-yə əlavə olunur. Məsələn, bu 500-dən yuxarı elə də problemli vəziyyət yaranmayıb. Elə də problem yaranmayıb. Bu əslən mən dil ədəbiyyat üzrə deyirəm, amma dil ədəbiyyat üzrə yəni burada bir çox tələbə kəsilmə ehtimalı daha yüksəkdir. Ballarda da bir ən azı burada, yəni dil ədəbiyyatda 10-20 bal, bəzi ixtisaslarda isə 25-30 bal arası artma gözlənilir. DT-də tarix coğrafiyaya gedək. Tarix coğrafiya çox yəni dəhşət pis gündədir. 20-30 balın qalxma belə riski daha yüksəkdir. Hələ mən yəni az deyirəm. Bəzi ixtisaslarda 50 bal belə artım ola bilər. Yəni biraz ehtiyatlı olun ixtisas seçimlərində, bunları nəzərə alın. Yəni çox çətin bir ixtisas seçimidir. Təsəvvür edin, 200-dən yuxarı tarix coğrafiya üzərində baxın 9372 nəfər adam var. 9372 nəfər. Plan yerinə baxın 2180 nəfər. Tarix coğrafiya 2180 yer. Gəlin görək baxaq harda qalır. 2180 yer. gəl buradan götürək. Hadisə 300, əgər hamı tarix coğrafiyanı seçim edəsə, yəni 380-390-dan aşağı tarix coğrafiyada ixtisas yoxdur. Yəni əgər hamı elə seçim edəsə. Yəni biraz dəhşət çətindir. Amma düzdür, o da həm ədəbiyyata verənlər var, həm tarix coğrafiyaya verənlər var. Amma biraz çətindir. 3-cü qrupa ehtiyatlı olun. Dəqiq sözümdür, yəni çox ehtiyatlı olun.